Din gəlməyib bizi nədənsə məhrum eləsin. Din hər şeyin maksimumunu bizə təklif edir. Hər şeyin uzun müddətli və davamlısını təklif edir. Amma biz dini nə günə qoymuşuq? Din çevrilib dünyada uğur qazanmayan adamların sığınacağına. Heç bir əlindən gəlmir, fərasəti yoxdur. Başqalarına da paxıllıq eləyir dünya adamlarına. Deyingən, belə deyək, qaşqabaqlı, qəzəbli bir insandır. Çünki uğur qazanmayıb, gəlib sığınıb dinə ki, güya inşallah axirətdə xoşbəxt olacaq bu. Bir adam ki, dünyası ağrı, azar içində keçir, zarımaq içində keçir, ona heç bir xoş aqibət vəd eləmir bizim dinimiz. Bizim dinimiz deyir, axirətdə o kəslər şaddır ki, dünyada şaddılar. Axirətdə o insanlar xoşbəxtdir ki, dünyada xoşbəxtdirlər. Yanlarından keçəndə havası adamı vurur ki, bu nəsə xoşbəxtdir, bu nəsə şaddır. Bunun şadlığı bizim şadlığımızdan daha dərindir. Dindar bu enerjini insanlara verə bilməzsə, onun dininin, imanının özündə şübhə var. İmanının özündə şübhə var. Vallahi ki, belədir. Allah insana sadəcə qısa müddətli, ötəri, keçici ləzzətləri rəva bilmir. Və uzun müddətli və artan ləzzət. Bax, bunu təklif edir. Gərək elə proqram tutasan ki, ləzzətin çoxunu dadasan, davamlı olsun. Arif bax bu adamdır, dilə filan kəs Arifdir. Arifin bizdən fərqi budur. Amma adamların çoxunun hövsələsi yoxdur uzağı görməyə. Səbri çatmır. Qərb dəyərlərinin mənası nədir? Bugün qərbin təlqini, əlbəttə qərb dəyərləri müsbət və mənfi çalarlara malikdir. Mən heç zaman qərbdən gələn hər şeyin mənfi olduğunun fikrində deyiləm, bu yanlış fikir olar. Amma bugün dünyaya təlqin etmək istədikləri həyat tərzi, mədəniyyət, söhbət ondan gedir. Onun mənası nədir? Onun mənası budur ki, o ani, qısa müddətli ləzzətlərə, xoşluqlara hesablanmış bir mədəniyyətdir. Bilirsiniz niyə görə ovlaya bilir adamlar? Çünki insanların hövsələsi yoxdur. Oturub hesablasın ləzzət mövzusunu. Gözü görür, qaçır dalaycan. Onlar da bundan istifadə edib insanları çəkirlər. Adamların niyə görə çoxsu kamilliyə gedib çata bilmir? Deyirlər, irfan. İrfan nədir? Biraz hövsələli olmaq lazım. Cəmaat ki, darıxır, tez, tələsir, tələskəndir deyə ona görə. İmam Səccad indi oturub deyir, qəbrin tənhalığını düşünürəm, qiyamətin tənhalığını düşünürəm. Gör, haranı düşünür indi? İmam Səccadın bizdən fərqi nədir? İmam Səccad uzun müddəti, uzaq görəndir, çox sonu görür, sondan da oyananı görür, yəni dünyanın sonundan oyananı. Necə ki, uşağın böyüdən fərqi olar, uşaq necədir? Uşaq indi oynayır, oynamaq istəyir. Başa düşmür ki, həmişəlik rahatlıq üçün, ləzzət üçün dərs oxumaq lazımdır. Onu başa düşmür, uşaqdır. Ona görə vadar eləyəsən ki, dərs oxu, hesablaya bilmir çünki. Ani ləzzətə başı qarışıb. Biz insanlar da böyük insanlardan fərqimiz budur.